Salam əziz dinləyicilər, 16 mart 2025 10-cu sinif dəyər sınaq 6 listindən başlayırıq. People get news from different places. İnsanlar xəbərləri müxtəlif yerlərdən alırlar. Some read newspapers while others watch TV or use the internet. Bəziləri qəzet oxuyur, digərləri isə televizora baxır və internetdən istifadə edir. It's important to know what is happening in the world. Dünyada nə baş verdiyini bilmək vacibdir. News helps people learn about events, weather and important changes in their country. Xəbərlər insanlara hadisələr, hava şəraiti və ölkələrindəki vacib dəyişikliklər haqqında məlumat əldə etməyə kömək edir. Some people check the news every morning, while others prefer to read it in the evening. Bəzi insanlar hər səhər xəbərləri yoxlayır, digərləri isə axşam oxumağa üstünlük verirlər. Some people watch the news every day, while others only check it sometimes. Bəzi insanlar hər gün xəbərlərə baxır, digərləri isə yalnız bəzən yoxlayırlar. Some prefer short news updates, while others like detailed stories. Bəziləri qısa xəbər başlıqlarını sevir, digərləri isə ətraflı hekayələr oxumağa üstünlük verir. Some people enjoy reading about politics and business, while others like sports and entertainment. Bəzi insanlar siyasət və biznes haqqında oxumağı xoşlayır, digərləri isə idman və əyləncə xəbərlərini sevirlər. However, too much news can sometimes be stressful. Lakin həddindən artıq xəbər izləmə bəzən insanlarda stres yarada bilər. Hearing bad news all the time can make people feel worried. Daim pis xəbərlər eşitmək insanları narahat edə bilər. That's why it's good to take breaks from the news and focus on positive things. Buna görə də xəbərlərdən ara-sıra uzaqlaşmaq və müsbət şeylərə diqqət yetirmək yaxşıdır. News can come from social media, websites or TV channels. Xəbərlər sosial media, veb-saytlar və ya televiziya kanallarından gələ bilər. People can choose the best way to stay informed. İnsanlar məlumat almağın ən yaxşı yolunu seçə bilərlər. No matter how we get the news, it helps us understand the world better. Xəbərlər hansı yolu alsaq da, bu dünyanı daha yaxşı anlamamıza kömək edir. Being informed helps us make good decisions and talk about important topics with others. Məlumatlı olmaq yaxşı qərarlar verməyə və başqaları ilə vacib mövzular haqqında danışmağa kömək edir. The passage is mainly about, mətn əsasən nə haqqındadır? The benefits of reading the news daily. Gündəlik xəbərlər oxumağın faydaları. How social media affects the news. Sosial medianın xəbərlərə necə təsir edir? Different ways people stay informed. İnsanların məlumatlandırdığı müxtəlif yollar. Bəli. The history of newspapers and TV news. Qəzetin və TV xəbərlərinin tarixi. Why too much news is bad for mental health? Nə üçün həddindən artıq xəbərlər zehni sağlamlıq üçün zərərlidir? Doğru variant C variantıdır. Which statement is true according to passage? Mətnə uyğun doğru fikri seçin. Watching the news daily is bad for everyone. Gündəlik xəbər izləmək hər kəs üçün pisdir. People only get news from TV and newspapers. İnsanlar xəbərləri yalnız televiziya və qəzetlərdən əldə edirlər. The internet is the only way to stay informed. İnternet yeganə yoldur ki, oradan məlumat almaq olur. All news sources always give correct information. Bütün xəbər mənbələri həmişə doğru məlumat verir, xeyr. Some people prefer short news updates. Bəzi insanlar qısa xəbər yenilənmələrinə üstünlük verir. E variantı doğru variantdır. Complete the sentence. Burada cümləni tamamlamaq tələb olunur. Reading the news every day. Hər gün xəbər oxumaq. Always makes people stressed. Həmişə insanları stresə salır. Xeyr. Helps people understand what happens in the world. Dünyada nə baş verdiyini anlamağına insanlara kömək edir. Bəli. Is not useful for daily life. Gündəlik həyat üçün faydalı deyil. Only gives information about politics. Yalnız siyasət haqqında məlumat verir. Is a waste of time. Vaxt israfıdır. Doğru variant bu da B variantıdır.
Və açıq suallara, yazı işinə keçirik. What should people do after taking breaks from watching the news? Yəni xəbərlərə baxdıqdan sonra aldığı belə tənəffüsdən sonra, yəni ara verəndən sonra insanlar nə etsə yaxşıdır? Mətnə əsasən they should focus on positive things deyir. Sadəcə focus on positive things də yazsanız, bu da doğru variant kimi qəbul etmək olar. Complete the sentence according to the passage. Mətnə uyğun olaraq cümləni tamamlayın. Some people enjoy reading about politics and business while, yəni bəzi insanlar siyasət və biznes haqqında oxumaqdan zövq alırlar. Digərləri isə burada mətnə əsasən others like sports and entertainment, idmanı və əyləncəni xoşlayır olacaq. Write one adjective from the passage that describes the word place. Place sözünü təsvir edən mətndən bir sifət seçmək lazımdır. Bu da different sifətidir, doğru sözümüz. Növbəti qrammatikaya keçirik. Choose the correct interrogative sentence. Düzgün sual cümləsini seçmək tələb olunur. How much water, yanaşı gəlir hamısında var onsuz da. Sonra köməkçi feil, mübtada və xəbər gəlməlidir. Bu da yalnız B variantında, yəni do you drink, köməkçi feil, mübtada, xəbər gəlmiş olur. Doğru variant B variantıdır. Gündəlik nə qədər su içirsən sualını verir. Day, burada to the park yesterday afternoon zaman formasını seçmək lazımdır, düzgün. Yesterday afternoon dünən günorta olduğuna görə parka getdi. Keçmiş sadə zamanda verəcək. Bu da yalnız Y variantındadır. Go feilinin keçmiş zaman forması. Choose the correct pair of synonyms. Yaxın mənalı olan sözlərin seçmək lazımdır. Happy, sad antonimdir. Strong, weak antonimdir. Yəni güclü, zəif. Fast, slow, sürətli, yavaş. Cold, hot, soyuq, isti. Happy, sad də xoşbəxt, qəmgin olur. Big, huge. Big, huge, bəli, böyük, nəhəng mənasında bunlar sinonimdir. 10-cu sualda the waitress cooked the dinner herself olacaq. Çünki waitress qadın ofisiantdır. Ona görə she olacaq o. Yəni she cooked the dinner herself. A variantı doğru variantı. Özü şam yeməyini özü bişirdi olacaq. Choose the pair of nouns in the singular. Təkdə olan isimlər cütlüyünü seçmək tələb olunur. Tables, apples, shoes, doors. Zaten bunları S alanda da fikir verirsiniz, cəmlənib. Yəni bunlar pluraldır. Amma pencil, notebook təkdə olan isimlər cütlüyüdür. B variantı doğru variantdır. Choose the correct exclamatory sentences. Düzgün nida cümləsini seçmək tələb olunur. What a beautiful flower it is. Bəli, bu doğru şəkildə verilib. What a beautiful flower. Yəni ki, buradan başlayıb oxusaq. It is a flower, it's a beautiful flower. Və isimlə bitirsə, o zaman burada what qoyuruq. O məntiqlə də fikirləşə bilərsiniz. Yəni bu variant zaten doğrudursa, deməli what-la eyni məna, eyni istifadə olunmuş sözlər varsa, deməli digərləri səhvdir. Bir də how ilə olan doğrunu axtarmalıyıq. How beautiful, how beautiful the flower is olmalıdır. Amma üstüdə var, the flower it is olub. Halbuki flower, yəni cümləni də buradan başlasaq, the flower is beautiful, sonra sifətlə bitirsə, burada how olmalıdır, məntiqlə də fikirləşsə, doğru variant C variantıdır. Make up a sentence, cümlə qurmaq tələb olunur. Bu da hər dəfə dəyişir. Yəni ki, mütləq ki, variantlardan da getmək lazımdır. Və fikir versəniz, yəni Johnla başlayacaq, yox, deməli, when-la başlayacaq. When John arrived, yəni bu zaman budaq cümləsidir. When John arrived at the station, arrive at the, zaten ətlə işlədir burada, çünki station olduğuna görə. Gəlib çatanda, he bought a ticket to London. O Londona bilet aldı. Doğru cavabımız C variantındadır. Choose a correct option. Düzgün variant seçin. Nile flowing through continent of Africa is the longest river in the world. Dünyada ən uzun çaydır Nil. Bilirik ki, çayların qarşısında mütləq the article işlədirik. Afrika qitəsi deyəndə the continent of Africa işlədəcək. Halbuki tək Afrika olsaydı işlətməyəsiydik. Sifətin üstünlük dərəcəsində də the longest river, yəni hər üçündə də article istifadə etməliyik. Doğru cavabımız Y variantıdır.
Növbəti qrammatika sualımız. The teacher told the students. Mürəkkəb tamamlıqda bilirik ki, tell 3-cü qrup feildir. Yəni ki, tamamlığın ikinci hissəsi to ilə ifadə olunmalıdır. O da D variantında to do ilə verilib. She went to the library yesterday. Deməli, o dünən kitabxanaya getdi. Deyək ki, mən də, o da, sən də, yəni ki, cümlə təsdiqdədir, başqası üçün də eyni hərəkəti demək istəyirsə, so did, yəni keçmiş zaman olduğuna görə went, ona görə did verəcək, yəni so did her brother, dolayısıyla ikinci səhvdir. Her friend did too, bu da 3-də düzdür. Her friend also did, belə də versəydi, bu da düz olsaydı, yəni neither və didn't, bunlar yalnız inkar üçün istifadə edilə biləcək cümlələrdir. Ona görə doğru variant 1 və 3 olacaq. Düzgün conjunction, düzgün bağlayıcını seçmək tələb olunur. Tərcümə gedirik. She stayed at home, evdə qaldı. Çünki özünü xəstə hiss edirdi, naxoş hiss edirdi. Because olacaq doğru cavabımız. The teacher insisted on. Biz bilirik ki, söz önü ilə adətən, yəni 95% biz ing-li feildən istifadə edirik. İsrar etdi, yəni təkid etdi ki, vaxtında bitirək ev tapşırığını, olacaq nə? Completing ing-li forması gəlməlidir feilin. Düzgün modal feilləri seçmək tələb olunur. You wear a seat belt while driving. It is required by law. Yəni qanun tələb edir ki, maşın sürərkən kəmər taxmalıyıq. Yəni must və have to olmalıdır. Yəni 2, 5. Ought isə to ilə işlənir. Yəni ki, burada to yoxdur. 20-ci sualda hər iki cümlə üçün uyğun gələn söz önünü seçmək tələb olunur. They succeeded in finishing the project on time. Yəni vaxtında bitirə bildilər layihəni. She's interested in, to be interested in ilə işlənir. Yeni dillər öyrənməyə maraqlıdır. Doğru cavab in olacaq. Növbəti sualımızda passive versiyasını tapmalıyıq. Shakespeare wrote many famous plays. Shakespeare məşhur pyeslər yazıb, yəni keçmiş zamanda. Deməli, many famous plays artıq yeni mübtada kimi önə gəlməlidir. Cümlə wrote keçmiş zaman olduğuna görə, to be feil və məhsulun ümumi quruluşu to be V3 olduğuna görə, to be də keçmiş zamanda was were olacaq. Plays, yəni pyeslər cəmdə olduğuna görə were işlədəcək və feilin 3-cü forması standart hamısında olduğu kimi were written olacaq. O da Y variantında doğru verilib, yəni Shakespeare tərəfindən yazılıb bir çox məşhur pyeslər olacaq. Choose a correct option. This road is than the one we took yesterday. Bu dünən getdiyimiz yoldan daha genişdir deyək. Than olduğuna görə müqayisə dərəcəsi olmalıdır. Müqayisə dərəcəsində də wide qısa hecadı və wider olacaq. Yəni doğru variant bizdə Y variantıdır. Keçirik mətnə. Sand artdan danışır burada. Sand art, yəni qum sənəti is a special way to create beautiful pictures and sculptures using sand. Qumdan istifadə edərək gözəl rəsmlər və heykəllər yaratmaq xüsusi bir yoldur. Artists can make sand art on the beach or on a special line table. Rəssamlar qum sənətini çimərlikdə və ya xüsusi işıq masasında yarada bilirlər. Some artists create detailed sand sculptures while others make amazing pictures by moving sand with their hands. Bəzi rəssamlar detallı qum heykəlləri düzəldir, digərləri isə əlləri ilə qumu hərəkət etdirərək möhtəşəm rəsm çəkirlər. Sand art is a popular activity in many countries. Qum sənəti bir çox ölkədə populyar bir fəaliyyət növüdür. People enjoy watching sand artists create new designs. İnsanlar qum rəssamlarının yeni dizaynlar yaratmasını izləməkdən zövq alırlar. Making sand sculptures takes time and patience. Qum heykəlləri yaratmaq vaxt və səbr tələb edir. Artists shape the sand carefully to make different forms. Rəssamlar müxtəlif formalar düzəltmək üçün qumu diqqətlə şəkilləndirirlər, formaya salırlar. Some use tools while others use only their hands. Bəziləri alətlərdən istifadə edir, digərləri isə yalnız əllərindən istifadə edirlər. But sand art doesn't last forever. Lakin qum sənəti əbədi qalmır. The wind or waves can easily destroy it.
Külək və ya dalğalar onu asanlıqla dağıda bilər. This makes sand art special because it's temporary. Bu qum sənətini xüsusi edir, yəni müstəsna qılır, çünki o müvəqqətidir. People enjoy it for a short time before it disappears. İnsanlar bu sənətdən yalnız qısa müddət ərzində zövq alırlar, sonra isə o yox olur. Even though sand art does not last, it's a popular form of creativity. Qum sənəti uzun müddət qalmasa da populyar bir yaradıcılıq formasıdır. Artists perform in shows and festivals, creating beautiful designs that tell stories. Rəssamlar şou və festivallarda çıxış edərək hekayələr danışan gözəl dizaynlar yaradırlar. Sand art is also used in competitions where artists show their skills. Qum sənəti həm də rəssamların bacarıqlarını nümayiş etdirdiyi yarışmalarda istifadə olunur. Many people find sand art relaxing to watch. Bir çox insan qum sənətini izləməyi sakitləşdirici hesab edir. It's a unique way to create art even if doesn't stay forever. Bu bir unikal incəsənət növüdür. Yəni hətta əbədi qalmasa belə. Which statements are true according to text? Mətnə uyğun olan düzgün fikirləri soruşur. Sand art can be done on both beaches and special light tables. Bəli, həm çimənliklərdə, həm də xüsusi işıq masalarında edilə bilər, doğrudur. Sand sculptures last for a very long time. Yəni bu qum heykəlləri uzun müddət qalır, xeyr. Sand artists use their hands or tools to create designs. Bəli. Yəni dizayn verəndə ya əllərindən ya da alətlərdən istifadə edirlər. Sand art is not popular in competitions. Müsabiqələrdə populyarlıq qazanmayıb. Bu isə yanlış variantdır. 1-3 doğru fikirlərdir. The passage is mainly about, mətn əsasən haqqındadır. Different ways people create sand art. Bəli, yəni insanların qum sənətini yaratma müxtəlif üsulları doğrudur. How sand sculptures are permanent. Deməli, qum heykəlləri necə daimi qalır, xeyr. The history of sand art, qum sənətinin tarixi. The importance of using tools in sand art. Qum sənətində alətlərdən istifadə etməyin əhəmiyyəti. Why sand art is only for professionals? Nə üçün? Yalnız peşəkarlar üçündür qum sənəti. Doğru variantımız A variantıdır. 25-ci sualda cümlə tamamlama tələb olunur. Sand art is a special, xüsusidir qum sənəti. Çünki it's used in festivals, shows and competitions. Çünki festivallarda, şovlarda və müsabiqələrdə, yarışmalarda istifadə olunur. It can last forever like paintings, yəni rəsm əsərləri kimi ömürlük sürə bilər, davam edə bilər. It doesn't require any skill or patience. Heç bir bacarıq və səbir tələb etmir, yanlışdır. Only professional artists can create sand designs. Yalnız peşəkar rəssamlar yarada bilərlər qum dizaynını, xeyr. It cannot be done on beaches. Çünki o belə sahillərdə yenidən edilə bilməz, xeyr. Choose the correct answer to the question. Suala düzgün cavab tələb olunur. Why do people enjoy watching sand art? Nə üçün insanlar qum sənətinə baxmaqdan həzz alırlar? It's only done by famous artists. Onlar yalnız məşhur rəssamlar tərəfindən edilir, xeyr. It's a relaxing and unique form of creativity. Bu, bəli, sakinləşdirici və yeganə, yəni də qeyri-adi yaradıcılığın formasıdır, bəli. It's always used for telling historical stories. Həmişə tarixi hekayələri nəql etmək üçün istifadə olunur. Xeyr, sand art designs do not disappear. Qum sənət dizaynları heç vaxt, belə deyək də, yoxa çıxmır. People can only see sand art in museums. İnsanlar yalnız muzeylərdə görə bilərlər qum sənətini. Bu da yanlış variantdır. Doğru variantımız B variantıdır. Keçirik yazı işi suallarına. Which will from paragraph 2 best fits the following definition? The ability to wait without complaining or becoming annoyed. Yəni, şikayət etmədən və ya əsəbləşmədən gözləmə bacarığı, bu səbirdir. Yəni, patience olacaq burada cavab. Write the antonym of the word permanent from paragraph 2. Paragraf 2-də permanent, yəni daimi sözünün antonimini, əks mənasını seçin. Bu da müvəqqəti olan temporary söz olacaq. 29-cu sualda cümləni tamamlamaq və minimum 2 söz dəyişilməlidir məna itmədən. Some artists create detailed
sand sculptures, yəni bəzi rəssamlar deməli ətraflı, təfərrüatlı qum heykəllərini yaradırlar. Cümlə mətnində zaten while others making amazing pictures by moving sand with their hands, başqaları isə deməli əllərindən istifadə edərək belə deyək, qumu hərəkət etdirməklə möhtəşəm şəkillər belə deyək də yaradırlar, əmələ gətirirlər. Burada yəni bu üstünə xətt çəkdiyimiz ifadələri ən az ikisini dəyişməmiz lazım. Yəni while-i əvəz eləyə bilən sözlər bunlardır. Others-ı some artist kimi verə bilərik ya da some deyə bilərik. Make-in yerinə craft, form, shape bu tipli sözlər. Amazing zaten sinonimləri çoxdur. Pictures-in yerinə images, designs kimi isimlər verə bilərik. Moving-in yerinə shifting, arranging, manipulating ifadələrini də yaza bilərik. Və 30-cu sual minimum 3 cümlə verilən suala uyğun olaraq öz fikrinizi ifadə etmək tələb olunur. Besides sand art, what is your favorite form of art and why do you like it? Yəni bu qum sənətindən başqa incə sənətin hansı forması sizin sevdiyinizdir və nə üçün onu xoşlayırsınız? Yəni bu haqda minimum 3 cümlə yaza bilərik. Aşağıda da bir nümunə kimi verilib. Painting, yəni rəsm çəkmə haqqında 5 cümlə yazılıb. 3 cümlə kifayət edir.